paylaş, evin ilkin ödənişi 10 min, 15 min bir Ruslan işdirsən, ayda da 300 manat, 350 manat elə bir ki kirayədir. Sabahda uşaqların da sən qalacaq. Orada boş-boşun kirayə verdiğinə otur öz evində. Mən bilsəm ki, bir dənə adam qabağa durub, desə ki, mən sağ o evi alıb verərəm. Sən o ilk önəşi tap, mən eləyərəm. Axı elə bir adam da yoxdur ki, deyək ki, qabağa dururam, gəl. Mən yerlə bir tanışım yoxdur ki, mən yerimi alıb versin. Çünki bizə ipoteka düşmür. Adam olmur da, 2K insan olur. Bəlkə deyirəm elə hamı yığışsın, atsın, yəni içi mən qarışıq. Nədir ki 10 min, 15 min göyə yığıla bilməyəcək. O qədər yığılsın, get qəşəngcənə 300 manat ver, bil ki öz evindir. Sən bu dəqiqə lüks ev lazım deyil. Hayır, mən yəni başımı soxmağa damım olsun. Mən yəni elə seçici halım yoxdursa, mənim bir dənə öz evim olsun. Mən yəni seçici halda deyiləm. Bir dənə ev olsun ki, mən yəni bilim ki, bu mənim evim olacaq. 5-10 ildən sonra. Əsas o da Allah haqqı. Məsəl üçün əməliyyata gedənlər var ki, yığırlar buradakı, nə bilim filan yerimə əməliyyat elətdirirəm. Bir günə adam görmüşəm ki, bir günə 7000 pul yığılıb. Nə olar ki, insanıq da, nə olar ki, hamı bilmirik, and ol Allaha gələcəyimiz nətər olacaq. Allah haqqı yəni, hə. Yəni hər insan Qurana and olsun, hamı 20 manatdan, 30 manatdan belə atsa, 2K adam olur da sən canlıda, nə qədər pul eləyəcək. Yəni 20 manat belə pis çıxmasın da, gündəlik belə aynı oyunun puludur. Hə. Hə, dəstək olağın uşaqlar nə olacaq ki, 20 manatdan 50 manat olsun. Yəni varlanacaqsınız siz. Eşidirsən, sabahdan kart paylaş, 40 manat, 50 manat, 30 manat. Kimin nəyə gücü çatır atsın. Qulaq, yəni ehtiyacım var da, bir dənə mənim evim olsa, mən başqa şey ehtiyacım yoxdur. Mən əsas ev problemimdir. Ki, evim yoxdur, kələrdə sürünəm. Allaha and olsun, yəni Allaha da xoş gedər da. Yəni gedirsiniz, Qurana and olsun, elə adamlara şir atırsınız, nə bilim, elə adamlara elə şeylər atırsınız ki, nə olar ki, bu ailəyə də dəstək olanda. Bir 30 manat, 50 manat pul atanda cibiniz əksilir. Onsuz 50 manatdan heç nə eləmək olmur. İndiki devirdə 50 manat heç nədir. Heç olmasa savab qazanın da. Nə bilim valla, mən deyən elə Ruslan, sabahdan qəşəng kart paylaş. Denən ki, evimə ilkin ödənti, indi kirayədəsə, bilirəm, Ruslan, kirayə pisdir. Denən, kimin nəyə gücü çatır atsın. Valla and ol Allaha, elə yaxşı insanlar var ki, Qurana and olsun, yəni elə bir insan çıxar ki, gözləmədiyin halda. Yəni var da, yəni belə insanlar. Var. Sabahdan kart paylaş, ilkin ödənişdir da, yığa bilməyəsiniz. Nə qədər karta yığılır, yığılsın, dəymə. Kim nə deyir, yəni nətə sən yaşadığın günləri yaşasın da, yəni. Bir dənə belə denən. Mən nə deyirəm? Aksiyədən ev üçün kampanya başlayıb ki, evim üçün. İnşallah mən açığı yeganədə demişdik ki, belə deyir. Mən açığı, mən ümidli insan olmam, buna inanmıram biləsin ki, bu biraz çətindir mənim üçün. Baxma, dolanışıq üçün başqadır, amma ev üçün pul yıxmaq lap başqa bir şeydir. Mən də bloger deyirəm ki, deyəm, hə, böyük bir blogerim yox, adi sadə bir vətəndaşam. Bilmirəm da, yəni, bu yükün altına nətər çıxa bilərəm mən, eləyə bilərəm, bilmirəm. Yəni, onu bazara bilərəm, yoxsa onu bilmirəm. Çətin vəziyyətdəyəm, mən 50 adamam. Sağlam olsaydım sizdən ilə gedib daş daşıb işləyərdim, qəpi-qəpi üstəqim, nəsə bir şey, ola-bula 2 iş işləyərdim, 3 iş işləyərdim. Amma sağlamda deyirəm, axı deyəm ki,